وذكر فإن الذكرى تنفع المؤمنين. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Elhamdülillah Allah subhanahu ve teala'nın müvaffakiyetiyle bugün biiznillah yeni bir kitabın okunmasına başlayacağız ve kitabın adı Usulü Sünne li İmam Ahmed rahimehullah. İmam Ahmed'in Usulü Sünnəsinin şərhini oxuyacaq. Müəllif İmam Əhməd, şərh eləyən isə, kitaba şərh yazan isə Şeyx Rabi İbn Hadi Umeyr Əl-Mədxəli rahimehullahdır. Və Allahın izni ilə bugündən başlayırıq kitaba və bugün istəyirəm ki, qısa olaraq bir müqəddimə eləyək, müəllif haqqında qısa olaraq bir məlumat verək. Zaten İmam Əhməd rahimehullah məşhur alimlərdəndir və bu kitab bizdə dəfələrlə keçirilib, tanışlıq var qardaşlarda. Amma qısa olaraq yenə də bir məlumat verək. Təbii ki, Şeyx Rabi rahimehullah İmam Əhməd haqqında məlumat vermir geniş. Qısa bir məlumata toxunacaq. İnşallah onu oxuyacaq şeyxin sözlərindən. Sadəcə ondan qabaq bu kitaba deməli Şeyx Abdullah İbn Abdurrahim Əl-Buxari hafizullah şeyx yaşayır. Həmçinin İmam Əhmədin Usulü Sünnəsinə şərh yazıb. Və fərqi görürsünüz. Yəni Şeyx Rabi qısa, müxtəsər bir şərh yazıb. Şeyx Abdullah Buxari isə geniş bir şərh yazıb bu kitaba. Və geniş olduğuna görə də vaxt yer ayırıb orada deməli İmam Əhməd haqqında danışmağa. Və ona görə də götürdük buradan qısa bir məlumat oxusaq kifayət eləyər. Deməli müəllif haqqında. Şeyx Abdullah Buxari burada deməli danışır İmam Əhməddən. Deyir ki, huvə imamun bittifaq. İttifaqdır ki, əhl-i sünnənin arasında, əhl-i sünnə və cəmanın arasında ittifaqdır ki, o deməli imamdır. Əhl-i sünnənin imamıdır. Və şeyxun min şuyuxul İslam bilə niza. Və İslam alimlərindən bir alimdir o. Bunda heç bir mübahisəyə yer olmadan deyir şeyx. Heç bir mübahisəyə yer yoxdur ki, o alimlərdən biridir. Və həmçinin deyir ki, Əl-İmamul Humam Nasirus Sünnə. O cəsur olan, cəsarətli alimlərdəndir, imamlardandır və sünnənin keşiyində durub o. Sünnəyə İmam Əhməd kömək edib. Və qami'ul bid'ə və həmçinin bidətlə mübarizə aparıb həyatı boyunca. Bidətlə mübarizə aparıb. Sonra deyir ki, Əhədur Siddiqin, sadiqlərdən biridir. Vəl-əimmətus salihinəl muslihin, salih və islah edən alimlərdəndir. Özü salihdir və islah edənlərdəndir. Sonra da adını tam olaraq zikr edir burada. Əhməd ibn Muhammed ibn Hənbəl Əş-Şeybani Əl-Marvazi Thumməl-Bəğdadi. Şeyxin tam adını, yerini qeyd edir. Sonra deyir ki, ölüm vəfat etdiyi tarixi qeyd edir burada Şeyx Abdullah Əl-Buxari. Yaxşı olar ki, biz onun doğum tarixini toxunaq. Deməli, vəfat tarixi şeyx deyir ki, 241-ci ildə, hicri təqvimlə 241-ci ildə dünyasını dəyişib. Doğum tarixi isə 164-cü ildir, hicri təqvimlə. 70 neçə il həyat yaşayıb. Rahiməhullah. Və sonra burada deməli Rahiməhullah haqqında məlumatlar verir və ona təriflər söylüyor. Və sonra deyir ki, İmam Əhməd haqqında salih sələflərdən və həmçinin öz əsrində yaşayanlardan çox əzəmətli, yəni onun şənini uca tutan kəlmələr var. Və o kəlmələrdən burada Şeyx Abdullah Əl-Buxari bir neçəsini qeyd edir. Gəlin biz birini oxuyaq inşallah, zənn edirəm kifayət edir. Deyir ki, وَمِنْ أَعْزَمِ الْكَلِمَاتِ الَّتِي قِيلَتْ فِيهِ İmam Əhməd haqqında deyilən ən əzəmətli kəlmələrdən biri də odur ki, sözün sahibi kimdir? Ali İbni Əl-Mədini rahimehullahdır. Öz zamanında yaşayıb İmam Əhmədin. O deyir ki, Əəzzəllahu əd-dinə bis-siddiqi yevmər riddə. Riddə günündə, insanların dindən dönmə günündə Əbu Bəkirlə Allah subhanahu wa ta'ala bu dini izzətləndirib. Subhanallah ilacım.
Əbu Bəkirlə Allah subhanahu teala o gün bu dini izzətləndirdi. Sonra Ali ibn Mədini davam edir sözünə və deyir ki, "Və bi Əhmədə yevmel mihnə." Və imtahan günü, o bəla, müsibət gələn günü də Allah subhanahu və teala İmam Əhmədin əli ilə bu dini qorudu, izzətləndirdi. Subhanallah lazım. Fikir verin, Ali ibn Mədini kimi və dağ idi hədisdə öz zamanında. İləlül hədisdə, hədis terminlərində izah eləsək, hədis terminlərində imam idi öz vaxtında Ali ibn Mədini. İmam Əhməd haqqında deyir ki, Allah bu dini Riddə günündə, insanlar dindən dönmək istəyən gündə Əbu Bəkirlə qoruyub. Və mihnə günündə də, imtihanların gəldiyi bu gündə də Əhməd ibn Həmbəlin əli ilə bu dini izzətləndirib, qoruyub. Nə idi həmən imtihan? Quran məxluqdur məsələsi. Allah subhanahu və teala İmam Əhmədin əli ilə nədir? Qorudu və dinini izzətləndirdi. Və sonra şeyx başqa bəzi alimlərdən də gözəl sözlər gətirir. Gəlin onlardan birini də oxuyaq. Deyir ki, Ali ibn Xəşrəm adlı biri olur. Böyük alimlərdən də o da. O deyir ki, Səmi'tu Bişir ibn-i Haris. Mən eşitdim ki, Bişir ibn Haris, yəni Bişir ibn Harisin sözünü eşidib. Nədir o söz? Deyir ki, وَسُئِلَ عَنْ Əhməd ibn Həmbəl bə'dəl mihnə. O imtihanlar, Quran məxluqdur imtihanları, o müsibətlər ki, İmam Əhmədə əziyyətlər verdilər, həbsə atdılar, vurdular, əziyyətlər verdilər. O imtihanlar ki, bitdi, soruşurlar, Bişir ibn Harisdən Əhməd haqqında gəlib. Deyirlər ki, necədir? Yəni, onun haqqında gəlib məlumat almaq istəyir. Necədir? Ona qulaq asaqmı? Ondan yəni, elm götürəkmi? Hədis yazaqmı? Haqq üzərindədirmi? Və s. Suallar verirlər. İndi fikir verin, Bişir ibn Haris nə deyir? Deyir ki, Ənə us'əlu ən Əhməd. Mən deyir, Əhməd haqqında soruşuluram. Yəni, siz məndən gəlmişsiniz Əhməd haqqında soruşmağa. Sonra deyir ki, İnnə ibn Həmbəl, yəni İmam Əhmədi qəsd edir. İbn Həmbəl, yəni atasının adını zikr edir burada. Udxiləl kira. Kir nədir? Deyir, kira atıldı. Kir nədir? Dəmirçilərin yandırdığı oddur. Hansı ki, orada dəmiri qızdırırlar. Deyir, ora atıldı İmam Əhməd. Yəni, o imtihanları qəsd edir. Deyir, ora atıldı. Fəxaracə zəhəbən əhmara. Və deyir ki, oradan parıldayan, qırmızı, parıldayan qızıl kimi çıxdı. Nə deməkdir bu? Yəni, o elə imtihanlara çəkildi ki, və o imtihanlardan başı ucu elə çıxdı ki, yəni, onun haqqında məndən soruşulmaz. Subhanallah lazım. Fikir verin. Onun haqqında məndən soruşulmaz, yəni, deyir. Hansı ki, zamanında böyük alimlərdən idi. Bugün biraz hal dəyişib. Gəlib balacalardan böyüklər soruşulanda, baxırsan, deyir, hə, yaxşıdır. Nə deməkdir bu, yəni, yaxşıdır? Özündən 10 il qabaqki haqqında yaxşıdır deyirsənsə, bu o demək ki, yəni, sən daha yaxşısan. Yəni, onlara təskiyə verirsən. Onların sənə təskiyəyə ehtiyacı yoxdur. Əvvəlkilərin, onlar xeyirdə ötdülər, keçdilər. Ehtiyacları yoxdur kiminsə bugün hansısa bir gənc tələbənin təskiyəsinə. Allah subhanahu taala onları ucaltdığı qədər ucaldıb. İnsan ona görə də nədir? Öz yerini, məqamını bilməli və elm əhlinin qədir qiymətini uca tutmalıdır. Fikir versəz, İmam Əhmədin necə də qədir qiymətini uca tutdu burada. Bişir ibn Haris. Və sonra şeyx bəzi rəvayətlər gətirir burada və istəmirəm uzun olsun, çünki Şeyx Rabi ibn Hadi Umeyr Əl-Mədxəli rahiməhullah dedi ki, biz bu kitaba həmən şərhi oxuyacağıq və gördüyünüz kimi kitab da kiçik kitabdır. Qısa, müxtəsər yazıb şərhi və inşallah biz bu kitabı oxuyacağıq. Allah müvəffəq eləsə, müvəffəqiyyət Allahdandır. Kitabın mühimliyinə görə Allah müvəffəqiyyətinə bu kitab bitdikdən sonra Şeyx Rabinin şərhi ilə və biz daha geniş bu kitaba yazılmış şərhlər oxuyacağıq. Çünki bu şərh qısadır, müxtəsərdir, ümumi tanışlıqdır məsələlərinə. Sonra Allah nəsib eləsə daha geniş şərhlər, məsələn Şeyx Abdullah Əl-Buxarinin şərhini götürərik və davam edərik. Və Şeyx Rabi qısa bir müqəddimə gətirir. Deməli, məsələlərə daxil olmadan, İmam Əhmədin Usul-ü Sünnədə gətirdiyi məsələlərə daxil olmadan qısa bir müqəddimə verib və biz onun üzərindən sürətli bir şəkildə keçəcəyik.
Ən birinci deyir ki, innel hamdelillahi nahmeduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh sallallahu aleyhi ve ala alihi ve sahbihi ve sellem. Ən birinci Allah subhanahu teala həmd eləyir, Allahdan kömək istəyir və nəfslərimizin şərrindən Allaha sığınırıq deyir şeyx və bunlar da mühümdür xeyir işlərdə. Allaha həmdlə başlamalısan. Və bunlar hamısı boşuna deyil bu kitabların əvvəllərində gəlmək. Bizə yol göstərir bunlar. Deməli nədir? Hər bir xeyir işə başlayanda Allahın adı ilə başlamalısan, ona həmdlə başlamalısan və Allah subhanahu teala kömək istəməlisən. Nəfslərimizin şərrindən deyir Allaha sığınırıq. Sığınmalısan nəfsinin şərrindən Allah subhanahu teala bir işə yönəlməmişdən öncə. Sonra şeyx burada deməli Allah subhanahu teala'nın təkliyinə Muhammed sallallahu aleyhi ve sellem onun qulu və rəsulu olduğuna şəhadət gətirir və Muhammed sallallahu aleyhi ve sellemin əhli beytinə və sahabələrinə dua eləyir. Sonra deyir ki, əmmə bə'd. Bundan sonra yəni deyirik ki, və giriş edir şeyx, deyir ki, fə innəl aqidətəl İslam, İslamiyyətə ləti cəət bihər risalət, kulluha hiyə bi mənzilətin azimətin fil İslam, iz hiyə aslul İslam, və hiyə miqyasul li sahihid din min fəsilihi. Şeyx deyir ki, subhanallah, bu əqidə haqqında yazılmış risalələr ki var, diqqətlə qulaq asın qardaşlar, çox mühümdür. Ona görə elm əhli tövsiyə edir, nəsihət edir ki, kitabları oxuyanda müqaddimələri ötürməyin. Müqaddimələri mütləq baxın. Çünki çox əzəmətli məsələlərə yönəldirlər səni müqaddimədə. Baxın, deyir ki, həqiqətən də bu əqidə babında yazılmış risalələr ki var, yəni kiçik yazılmış bu risalələr çox əhəmiyyətlidir. Hansı cəhətdən? Çünki deyir, əqidə İslamın əsasıdır, sütunudur, dayağıdır. Və o əqidənin doğru olmağı ilə din doğru olur. Əqidənin fəsad olmağı ilə də din fəsad olur səndə. Və şeyx bu məsələyə işarə edir. Sonra deyir ki, İslam alimləri xüsusən də deyir ki, burada uləmə və əhl-i sünnəti vəl-cəmaə. Əhl-i sünnə vəl-cəmaənin imamları, alimləri diqqət ediblər, əhəmiyyət göstəriblər əqidə haqqında yazılan kitablara. Və şərhihə və dəvəti iləyhə. Ona şərhlər yazsınlar və ona dəvət eləsinlər insanları o əqidə risalələrinə. Sonra deyir, bu babda bir çox kitablar yazılıb və bəzi kitabların adlarını çəkir, əqidədə yazılmış, əhl-i sünnədə bəzi kitabların adlarını çəkir. Ümumən tanış olmaq lazımdır, qardaşlar. Bilmək lazımdır. Bu kitablar haqqında tanış olmaq lazımdır. Məsələn, qısa olaraq surətdə baxaq. Əs-Sünnə adlı bir kitabın adını çəkir burada. Hansı ki, müəllifi elə İmam Əhmədin özüdür. Sünnə adlı bir kitab yazıb. Sonra Sünnə adlı başqa bir kitab var. Onun da müəllifi Əl-Xəllal rahimehullahdır və Şəriə İmam Əcuri rahimehullahındır. Və həmçinin eyni bu adda başqa bir kitabın adını çəkir. Şərh usulü i'tiqadi əhl-i sünnə İmam Əl-Lələkəindir. Və İmam Əl-Lələkəi sünnədə çox şiddətli olan alimlərdəndir. Sünnənin qorunmasında çox sərt olan alimlərdəndir. Və onun yazdığı əhl-i sünnənin etiqadının şərhi deyə bir kitabı var. Allah müvəffəq eləsin inşallah. Bu kitabdan sonra İmam Lələkəyin o kitabını da oxuyarıq. Həmçinin başqa kitabların adlarını çəkir, hamısına toxunmayaq. Sonra burada gözəl bir nəsihət eləyir şeyx. Şeyx Rabi gözəl bir nəsihət eləyir. Ona da toxunaq Allahın izni ilə. Deyir ki, min huna yecibu alə tullabil ilmi ən yəhtemmu bi dirasəti həzihil aqidə vəl usululləti qamət aleyhə. Elm tələbələrinə deyir, vacibdir ki, yecibu, vacibdir. Madəm vacibdir elm tələbələrinə, vacibin tərifi nədir? Kim ona əməl eləyərsə, savab qazanır. Kim o vacib olan şeyi tərk eləyərsə, cəzaya layiqdir. Günah qazanır da deyilmir, cəzaya layiqdir. Və şeyx de deyir ki, elm tələbələrinə vacibdir bu cür eləsinlər. Deməli, kim ondan kənar davranırsa, deməli, cəzaya layiq ola bilər. Yecibu. Vacibdir ki, elm tələbələrinə bu məsələyə diqqət eləsinlər. Hansı məsələyə? Əqidə kitablarının insanlara keçirilməsinə. Sən görməzsən bidət əhli, hava əhli, özlərində problem olanlar bu kimi kitabların götürüb şərhlərini oxusunlar. Çünki oxuya bilməzlər. Çünki oxusalar, ya təhrif eləməlidirlər, oxuduqlarını başqa mənada çatdırmalıdırlar. Əlhamdülillah, cəmaat da artıq ayıqdır, bilirlər əqidəni, örgənib cəmaatımız, həmd olsun. Sadəcə indi istəyirik ki, təkrar olsun.
Elhamdülillah, qardaşlarımız bilirlər məsələləri. Sadəcə istəyirik ki, təkrar olsun. Allah Subhanahu buyurur ki, "Fəzzəkkir fə innə zikrə tənfə'ul mu'minin." Xatırlat. Xatırlat nə deməkdir? Yəni insan bu şeyi bilirsən, xatırlat yenə də. Xatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verir. Bu fayda baxımından biz xatırladırıq. Bunlar keçirilib artıq. Qardaşlarımız bilirlər zaten bunu. Sən görmərsən, bidət əhli bunu oxusun. Çünki oxusa ya təhrif eləməli dediyimiz kimi, təhrif də eləyə bilmirlər artıq. Ya da əhl-i sünnə etiqadını deməlidir. Desə də öz nədir? Zəlalətləri çıxacaq avtomatik ortaya. Və şeyx elm tələbələrinə nəsihət nədir ki, diqqət eləsinlər əqidə kitablarının keçirilməsinə. Sonra burada bəzi məsələləri toxunur. Deyir ki, məsələn İmam Buxarinin kitabının adını çəkir. Sahih Buxari, Sahih Muslim, Əbu Davud, Sünan Əbu Davud. Hədis kitablarının adlarını çəkir. Deyir, əqidə o qədər mühümdür ki, hətta o hədis kitablarında əqidəyə aid xüsusi bablar açılıb. Əl-İman babı və s. və s. Bablar açılıb. Yəni ona şeyx burada nədir? Diqqət çəkir. Sonra İmam Əhməd haqqında qısa olaraq burada danışır. Onun fəzilətlərindən danışır. Onun böyük imam olmasından danışır. Əhl-i sünnənin imamlarından biri olmasından danışır. Sonra deyir ki, imtahan məsələsini gətirir. Şəxslərlə imtahan eləmək əhl-i sünnənin əqidəsindəndir. Yəni, əhl-i sünnədən olmağı ilə, sələfiliyi ilə tanınan bir kəslə insanları imtahan edirsən. Deyir ki, kim ki İmam Əhməd rahiməhullahdan uzaq qaçır, onun kitablarından olsun, onun qoyduğu sünnədən, elmdən olsun, ondan uzaq qaçır, onu bəyənmir, onu sevmir, bil ki, o zəlalət əhlidir, deyir. Fikir verin, əhl-i sünnənin üsul qaydalarındandır şəxslərlə imtahan eləmək. Bugün kimisə imtahan edən deyirlər ki, təzə qayda gətirib. Təzə qayda deyil. Şəxslərlə imtahan eləmək əhl-i sünnənin üsullarından. Baxın, Şeyx Rabi nə deyir? Görsən İmam Əhmədi sevmir, ondan uzaq qaçır və s. Bil ki, zəlalət əhlidir və şər əhlidir. O kəs ki, görsən İmam Əhmədi sevir, onun kitablarına yönəlir və s. Onun adını çəkir, şənini uca tutur, bil ki, o əhli sünnədəndir. Fikir verin, şəxslərlə, İmam Əhmədlə Şeyx Rabi deyir, imtahan eləyə bilərsin. Bu təkcə İmam Əhmədə deyil, bu üsuldur. Bunu hansı bölgədə, kim ki sələfiliyi ilə tanınır, bidət əhlinə, xurafat əhlinə, mübarizəsi ilə tanınır, o adamla həmən bölgənin cəmatını imtahan eləyə bilərsin. Sonra şeyx burada İmam Əhməd rahiməhullahın zamanında yaşayan olsun, ondan sonra olsun, fərqi nəmir. Bəzi alimlərin adlarını çəkir, salih sələflərdən olan, deyir ki, onlar da İmam Əhmədə təriflər söyləmişlər. Yəni, İmam Əhmədə biz öz nəfsimizdən nəsə söyləmirik. Salih sələflər belə eləyiblər. Sonra burada adlar çəkir, deyir ki, İmam Şafi kimi, böyük imam, İmam Məlik kimi, İmam Əvza'i kimi bəzi adlar çəkir. Və şeyx bu 3 dənə adı gətirir, amma artırmaq olar. Məsələn, Ali ibn-i Mədini, bayaq sözünü oxuduq. Şeyx Abdullah el-Buxari gətirdi onun İmam Əhməd haqqında fəzilətli sözünü. Əzzallahu bid-dinə bi İmam Əhməd. Hansı gündə? Mihnə, imtihan günündə. Tərif söylədi, dedi ki, Allah onun əli ilə dini izzətləndirdi. Hansı ki, dedi ki, iləlül hədisdə, hədis terminlərində imam idi öz əsrində. Amma İmam Əhməd tərifləyirdi. Və həmçinin Yahya ibn Ma'in kimi cərh və təadildə öz zamanının imamı idi. Nə deməkdir öz zamanının imamı idi? Yəni o məsələdə ona qayıdılır. Yahya ibn Ma'in cərh və təadil elmində imam idi. Həmən o imam qərar vermişdi Əhməd ibn Həmbəlin haqq üzərində olmağına. Təriflər söyləmişdi ona. İshaq ibn Rahawey kimi böyük imamlardır bunlar hamısı. Dağlardır yəni öz zamanlarında. İshaq ibn Rahawey deyir ki, Əl-İmamu Əhməd İmamu Əhməd hüccətun beynəllahi və beynə xalqihi. Allah ilə qulları arasında İmam Əhməd bir dənə hüccətdir. Özü tək bir hüccətdir. Elə onun olmağı, var olmağı elə hüccətdir insanlara. Fikir verin, öz zamanın dağları nə deyib onun haqqında. Ona görə labuddur ki, insan o kimi böyük imamların fəzilətini bilsin, onların İslamdakı məqamını bilsin. Sonra şeyx burada gözəl bir nəsiyyətə toxunur, ona da toxunaq. Deyir ki, şeyx, Tə'rifu qadra sünnə. Sünnənin qədir qiymətini öyrənin, deyir, bilin. Subhanallah. Sünnənin özündən söhbət gedir. Qədir qiymətini bilin.
وَعْرِفُوا أَهْلَهَا وَقَدْرَهُمْ və sünnə əhlini tanıyın. Subhanallah. Şeyx Rabi nəsiyyətinə fikir verin. Sünnə əhlini tanıyın və onların qədir qiymətini bilin. Subhanallah lazım. Deməli, sünnə əhlini tanımaq labuddur. Şeyx deyir ki, fə'rifu, əmr formasında deyir bu. Yəni, işin vacibliyinə, mühümliyinə dəlalət edir bu da. Öyrənin, bilin deyir sünnə əhlini. Deməli, sünnə əhlini bilməlisən, onların qədir qiymətini bilməlisən və onlardan yapışmalısan. Bunun əksi nədir? Bidət əhlini bilməlisən və onlardan uzaqlaşmalısan. Bugün, subhanallah, təəssüf ki, salih sələflərin üzərində olduğu qaydalardan uzaqlaşmışıq. Məsələn, o qaydalardan da biri şəxsləri tanımadan elm almaq məsələsi. İbn Sirin rahimehullah tabiindir. Deyir ki, ləm yəkunu yəsəlunə anil isnad. İnsanlar deyir, isnad barədə soruşmazdılar. Yəni, gəlib onlara hədis danışanda deməzlər, bu hədisi hardan götürmüsən, hansı ravi rəvayət edib və s. Diqqətlə qulaq asaq. İnsanlar soruşmazdılar, deyir. Fələmmə vəqətil fitnə, o zaman ki, fitnə qopdu, nəyi qəst edir İbn Sirin? Başqa sözündə özü açıqlayır. Osman İbn Affanin qətlini qəst edir. Xavaricilərin qaldırdığı o fitnə. Fələmmə vəqətil fitnə, o zaman ki, fitnə qopdu, qalu, insanlar deməyə başladılar. Nə deməyə başladılar? Səmmu lənə ricələkum. Bizə kişilərin adlarını deyin. Yəni, gəlib bir nəfər hədis danışanda, deyərdilər ki, kişilərin adlarını denən. Kim kimdən bu hədisi eşidib? O kimdən eşidib? O kimdən və sonda Allah Rəsuluna kimi. İnsanlar başladılar isnad soruşmağa. Sonra nə deyir rahimehullah? Deyir ki, fəyunzaru ilə əhli sünnə fəyuxadu hədisəhum. Baxılırdı, əhl-i sünnədən isə hədisi götürülürdü. Və yunzaru ilə əhlil bidə və bidət əhlinə baxılırdı. Bidət əhlidirsə və la yuxadu hədisəhum. Hədisi götürülmürdü. Bugün isə təəssüf olsun. Açır YouTube-u, aşağıdan yuxarı başlayır çevirməyə. Kim gəldi qulaq asır. Allah subhanahu wa ta'ala verdiyi hər bir neymətin haqqı hesabını soruşacaq. Sən ona, hava əhlinə, bidət əhlinə, xavaricə, başqasına ayırdığın o vaxtın hamısının haqqı hesabını soruşacaq Allah subhanahu wa ta'ala. O qulaqları Allah subhanahu wa ta'ala şəriətinə zidd olan azğın firqələrə yönətdiyin üçün Allah subhanahu wa ta'ala hesabını soruşacaq. Ona görə insan məsuliyyətli olmalıdır və əhl-i sünnəni tanımalıdır, onlardan yapışmalıdır, bidət əhlini tanımalıdır, onlardan da uzaq durmalıdır. Sonra isə şeyx burada o məsələyə toxunur ki, biz əvvəldə dedik ki, fikir versəz şərh qısadır, muxtəsərdir. Şeyx o məsələyə toxunur, deyir ki, və biz deyir, muxtəsər olaraq deyir, şərh edəcəyik, qısa toxunacaq, yəni məsələlərə, inşallah kitab əsnasında, yəni qısa-qısa deyir, toxunacaq məsələlərə. Və sonra şeyx dua edir özü üçün, bu kitabı oxuyanlar üçün, ümmət üçün, haqq üzərində olub və haqqı istəyənlər üçün şeyx burada dualar eləyir və onlar üçün xeyirlər istəyir. Və sonra da müqəddiməni bununla bitirir. İnşallah Allah subhanahu ta'ala izni ilə bununla yekunlaşırıq bugün. Və gələn görüşümüzdə Allahın müvəffəqiyyəti ilə biz İmam Əhmədin artıq usul-ü sünnədə gətirdiyi məsələlərə toxunacaq. Hansı məsələlərdir? Şeyx İmam Əhməd rahimehullah birbaşa toxunduğu məsələ nədir? Deyir ki, usul-ü sünnəti indənə. Bizdə sünnənin üsulu budur. Nədir sünnənin üsulu? Sonra İmam Əhməd başlayır, bizdə sünnənin üsulu budur. Gəlin oxuyaq, inşallah başlığı, şərhini isə gələn görüşümüzü inşallah baxacaq. Nədir bizdə usul-ü sünnə? Sünnə üsulu nədir? Yəni, sən hansı əsasla bilirsən ki, sünnə üzərindəsən? Ət-təməssuku bimə kənə aleyhi əshabu Rasulillahi sallallahu aleyhi ve sellem. Birinci, Allah Rasulunun sahabələri nəyin üzərində idisə, o şeylərdən yapışmaq. Budur, birinci sünnənin üsulu. Vəl-i'tiqad, daha doğrusu vəl-iqtidə bihim. Onların yoluna tabi olmaq, tutunmaq o yoldan. Onların yoluna tabi olmaq. Və tərkul bidə. Bidətləri tərk eləmək. Sünnənin üsullarını sayır İmam Əhməd. Diqqətlə qulaq asın. Bidəti tərk eləmək. Və kullə bidətin fəhiyyə dalalət. Çünki hər bir bidət zəlalətdir. Sonra və tərkul xusumət, mübahisəni, düşmənçilik eləməyi, bu kimi məsələləri tərk eləmək. Sonra nə deyir? Vəl-culusu ma'a əshabil əhvə.
hava əhli ilə, bidət əhli ilə, xurafat əhli ilə oturub durmağı tərk eləmək. Çəkindirirsən, deyirsən, xavaricdir. Oturma yine ondan. Bulaşacaq axı sənə də. Hə, deyir, hamı qardaşdır. Allah'a təkləşdirir, onda da tövhid var. Onda da sünnədən nəsə var. Saqqal saxlayır, hə, o da sünnə yaşayır. O da belə. Subhanallah. İmam Əhməd deyir ki, bizdə sünnə üsulu odur ki, bidət əhlinə oturub durmağı tərk edəsən. Tərk eləmirsənsə, deməli, üsula müxalifsən. Nə deməkdir? Əl-usulu indənə, usulü sünnəti indənə. Nə demək istəyir İmam Əhməd? İndənə, bizdə, kimdə? Yəni, deyir, bizdə budur. Bizdə deyəni kimi deyir? Əhl-i sünnə vəl-cəmaə. Sən özü hara istinad edirsən? Əhl-i sünnə vəl-cəmaəsən. Qayda budur, üsul budur. Bidət əhlinə, xurafət əhlinə, zəlalətə çağıranlarla, əmin amanlığın ölkədə pozulmağına çağıranlarla oturmayasın, qardaş. Hətta yolu eyni yerə düşsə yolun, görsən gəlir üzrə, yolu dəyişəcəksən, qardaş. Nəinki oturmaq. Allah subhanahu sonra isə bir məsələyə toxunur. Və tərkül mira vəl cidal vəl xusumət fid-din. Dini məsələlərdə mübahisələri və düşmənçiliyi tərk eləmək. Bu da əhl-i sünnə üsullarındandır. İnşallah bunların biz təfsilatını, şərhini isə gələn görüşümüzdə oxuyacağıq. Allah subhanahu taala məclislərimizi xeyir məclislərindən eləsin, artırsın. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk.